Keman generator. 0 faza. Bu mühərrikini yığmışam motorunu. İndi onu sizlərlə tanış edəcəm və sizlərə bir neçə izah var. Onu izah edəcəm ki, biləsiniz də. Yəni, bilən bilir, deməyə ehtiyac yoxdur. O göz yumlu yığılır. Amma indi eləsi var ki, fikirləşir, əsəbi olur, nə bilim, nəsə belə bir şeylərlə sizlərə yenə izah edəcəm. Həm öyrədəcəm, həm izah edəcəm. 90'lık Porsche nədir? 90'lık Porsche. Mən bunların sizə motorun şeylərin metqalarını sizə izah edəcəm. Baxın. Biri bu qara deşi, bir də bu. İndi biraz motor qaçıb yerindən. Hətta gəldi yerinə. Bax, biri bundan olur. Birini də fırladırıq. Bax, biri burada. 2 dənə metkası olur. Bax, birini də fırladırıq. Biri də bax, burada olur. Bax. Bax, biri bu. Metkanın bax, bir dənə 0 burada, bir dənə də burada. İndi bir də şatunun bağlanma qaydasına baxın. Bax, bu şatun, bax, sən burada olmalıdır. Bu çubuq burada olmalıdır. Şatunda. O belə bağlanmalıdır. Bax, belə. Bax, belə bağlanmalıdır. Motoru. Porsche'nin istiqaməti gilizdə, bax, burada olacaq. Bax. O belə görsədim də, bax, burada. Bax, burada ox işarəsi aşağı. Belə. İndi bu krişkanı otuzdurdu. Bunun botları var, botları bağlayırıq. Hamısını bir-bir. İndi motoru yığmışıq, indi qalovkasını otuzdururuq. Motorun qalovkası budur. Bunların hamısını izah edəcəm. Hansı nətər oturur, necə oturur. Şimdi əlimdə qısa videolardır. Təkəm deyə bütün video çəkə bilmirəm. Klapanların reglovka olunması, onu da izah edeyim. Daha ondan qalan da əsas şeylər eləmişəm də. Gələn dəfədə yaxşıdır. Motor Porsche'nin yuxarı vəziyyətdə də burada. Burada yuxarıda. Klapanda da 20 ilə bəs eləyir. 20'li şupla. Niyə görə 20'li şupla eləyirəm ki? Niyə görə 20'li şupla eləyirəm? Yəni ki, bir dəfəlik olsun da. Mən 15 eləyə bilərəm. 15 eləsəm tez kodlanacaq. Benzin çox yiyəcək. 20 ilə eləyirəm. Klapan reglovkasını bizə. Bu da bizim motor hazır oldu. İndi xatlayırıq bunu, gətiririk bura. Bunu da